Hava zərbələri deyəndə bu hava hücumuna qarşı müdafiə sistemlərindən söhbət gedir. Aha. Əsas budur. Bir də radar sistemlərindən söhbət gedir. Onların daşınması, Çindən İrana daşınması daha belə deyək, bir qədər problemli, bir qədər uzun çəkən bir proses deyilmi? Yəni rahat şəkildə Çin onu bacararmı İrana İndi logistika məsələlərini biraz daha bəlkə dərin düşünmək lazımdır. Aha. O, yəni əgər hava yolu ilə gəlirsə, o daşıyıcı təyyarələrin ölçüsünə bağlıdır. Onların İranda təhlükəsizliyin təmin edilməsinə bağlıdır. O ayrı bir məsələdir. Amma Çin hər halda onları çatdırmaqsa çatdıra bilər. Aydın. Məsələn, biz baxırıq ki, Ukraynaya bu silahları çatdırmaq istəyənlər çatdırırlar. Yəni, halbuki Rusiya belə baxanda Ukraynanın hava sahəsinə, istədiyi nöqtəyə zərbə endirə bilər. Bununla bərabər bu yüklər necə ki, Ukraynaya çatdırılır, Çin də istəsə bunları eyni şəkildə İrana çatdıra bilər. Aydındır. Məhz bazalarla bağlı məsələyə toxunduq. Bizim yadımızdadır, hətta bugün də Amerika Birləşmiş Ştatları İrana hücumdan öncə məlumat verib ki, hücum eləyəcəkdir. Ümumiyyətlə, İran da bundan öncəki münaqişələrə baxdığımızda öncədən xəbər verirdi ki, İsrailə hansı ərazilərə, İsrail-İran münaqişəsində hansı əraziləri vuracaq, haraları hədəf alacaq, nə vaxt olacaq. Hətta tam tarix yadımda deyil, amma hücum Qasım Süleymaninin qisasına alınması ilə bağlı hücum həyata keçiriləndə onda Trump vurğulamışdı ki, həmin gecənin rahat yatanlardan biri mən idim. Ona görə ki, mən bilirdim ki, İran mənə məlumatları təqdim etmişdi, hara və necə hücum eləyəcəyinə bağlı. Bazaların vurulmasına da bənzər ssenarini görə bilərikmi? Amerikan bazalarını. Bəli, bu dəfə. İran Amerikan bazalarını vurmayacaq. Ümumiyyətlə istisna edirsiniz bu məsələni. Onu dəqiq deyirəm. İran Amerikan bazasını vurmayacaq, onu istisna, amma İran İsrailə hava zərbələrini endirməyə davam edəcək. Hansı miqyasda ola bilər bunlar? Yəni miqyası arta bilərmi? Çünki yeni raketlər çıxardır. Bugün də ilk dəfədir Xeybər Şəkan raketindən istifadə etməyə başladı və raketlərlə bağlı İranın əlində nə var, nə yox, bir o qədər də bəlli deyil. İran da özü bu məsələyə görə bəlkə də dezinformasiyadır. Məlumatlar paylaşılır, yazılır ki, bizim hələ üzə çıxarmadığımız çox güclü raketlərimiz var. Məhz Amerika Birləşmiş Ştatları da raket sistemini tamamilə məhvini o baxımdan istəyir deyə təhlil olunur. Siz necə dəyərləndirirsiniz? Bilirsiniz, İranın öz raket sənayesi, raket nailiyyətləri haqqında verdiyi məlumatlara tam etibar etmək olmaz. Bu dediyiniz kimi düşmənin gözünü qorxutmağa, danışıqlar masasında əllərini gücləndirməyə, müharibəni bir an əvvəl bitirib diplomatiya sahəsinə keçməyə hesablanır. İran bir neçə hipersonik raketlərdən istifadə edib. Hipersonik raketləri niyə vurğuluyoruz? Dəmir qübbə onları ələ keçirə bilmir. Ondan sürətləri o qədər çoxdur ki, yəni dəmir qübbə raketlərdən əsas istifadə edir əsas. Onlar onu çatıb onu zərərsizləşdirə bilmirlər. Amma bu raketlərin sayı nə qədər olduğunu bilmirik. Burada əsas məsələ nədir? İran da nisbətən dəqiq zərbə vurması üçün ona kəşfiyyat məlumatları gəlməlidir peykdən. Ona bu qəbildən kəşfiyyat məlumatlarını Ruslar və Çinlər verə bilər. Rusiya və Çin ona bu qəbildən İsraildə hansı obyektlərə zərbə endirilə bilər məlumatla paylaşmalıdır. Təbii ki, yaşayış binalarına bu raketlərin atılması mənası yoxdur. Yəni, yenə İran çalışmalıdır ki, İsrailin hərbi infrastrukturunu vursun, komanda mərkəzlərini vursun. Bu nisbətən İsrailin əlini gücləndirə bilər. Belə mülki əhalinin yaşadığı, məsələn, biz Hayfanın xeyli dağıdıldığını görə bilirik İsraildə. Hayfada düzdür, neft emal zavodu var, neft emal zavodu sıradan çıxardılıb, amma orada kifayət qədər də yaşayış məntəqələrinə zərbələr endirilib. Bir məsələni qeyd etmək lazımdır ki, dəmir qübbə gördüyümüz kimi əvvəlki kimi işləmir. Niyə? Çünki təbii ki, mühimmat azalır. Eyni anda kütləvi şəkildə bir hücum həyata keçiriləndə dəmir qübbənin effektivliyi təbii ki, azalır. İlk günlərdə bu 60-70%-ə qədər raketlər vurulduğu halda bugün öncə raketlərin 30%-i vurula bilir, digər raketlər öz hədəflərinə düşə bilir. Bundan sonra necə olacaq bəlli deyil. Bəzi təbii ki, şərhçilər qeyd edirlər ki, Amerika ona görə müharibəyə qoşuldu ki, İsrail tək başına bacarmadı.